Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Diplomatiya Aləmi jurnalının növbəti xüsusi buraxılışı nəşr edilib. Jurnalın xüsusi buraxılışı COP29 Yaşıl Dünya naminə həmrəylik başlığı altında Azərbaycanın BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 29-cu sessiyası sədrliyinə həsr olunub. Jurnalda Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın COP29 çərçivəsində keçirilmiş tədbirlərdə iştirakı və çıxışları, COP29 ilə bağlı Xarici İşlər Naziri və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin, eləcə də digər rəsmi şəxslərin məqalələri yer alıb. Təqdimatda çıxış edən COP29 sədrliyi iqlim zirvəsinin həm milli, həm də beynəlxalq miqyasda formalaşdırdığı siyasi, diplomatik və institusional irsini önə çəkib. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi COP29-un sədri Muxtar Babayev bildirib ki, jurnalın xüsusi buraxılışı COP29-un nəticələrini təqdim etmək və iqlim gündəliyinin gələcək inkişafı ilə bağlı baxışını bölüşmək baxımından mühüm platformadır. Onun sözlərinə görə COP29-un uğuru Azərbaycanın beynəlxalq iqlim müzakirələrinə gətirdiyi unikal ruh və vizyonla bağlıdır. Muxtar Babayev vurğulayıb ki, COP29-a hazırlıq prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2024-cü ilin əvvəllərindən başlayıb və əsas missiya ölkələr arasında körpülər qurmaq olub. Davamlı dialoq, açıq ünsiyyət və inklüziv yanaşma nəticələrin balanslı və qəbul olunan olmasına şərait yaradıb. Azərbaycanın bu prosesdə ciddi və böyük bir proqramla, vizyonla, prioritetlərlə çıxış etməsi, ölkə başçımızın, Cənab Prezidentin liderliyi bütün bu prosesdə ən birinci gündən və COP komandasına dəstəyi və böyük tədbirlərin keçirilməsində hesab edirəm ki, Azərbaycan böyük uğuru kimi qiymətləndirmək olar. Jurnalın da bugün buraxılışı və ictimaiyyətə təqdim olunması həm də bizim qazanmış COP-un qazanmış uğurların da davam etdirilməsinə də bir yaxşı bir imkan olacaqdır. İşimiz çoxdur, bilirsiniz, iqlim siyasəti, iqlim danışıqları davam edir və Azərbaycanda bu məsələlər ciddi prioritet kimi qəbul olunubdur və bizim dövlət proqramlarımızda, ölkənin prioritetlərində yaşıl iqtisadiyyatın qurulması, təbiətə dost olan texnologiyaların tətbiq olunması, emissiyaların azaldılması və digər dövlət proqramları artıq icradadır, bəziləri qəbul olunub və icradadır, bəziləri hələ qəbul olunacaqdır. Ona görə də bu prosesin davamlı getməsi bizim üçün çox böyük önəm daşıyır. Azərbaycanın Xarici İşlər Nazirinin müavini, COP29-un başlanışıqçısı Yalçın Rəfiyev çıxışı zamanı Azərbaycanın qısa müddətdə bu qədər böyük miqyaslı beynəlxalq tədbirə hazırlığını və uğurlu nəticələrini Azərbaycanlı diplomatların uğurlu olmaları ilə əlaqələndirib. Onun sözlərinə görə COP29 çərçivəsində yeni iqlim diplomatiyası komandası formalaşdırılıb və proses yüksək səviyyədə idarə olunub. Nazir müavini COP29-un təşkili və qəbul edilən qərarların Azərbaycanın beynəlxalq etimadını möhkəmləndirdiyini, ölkəmizin dialoqa açıq və konstruktiv sədr kimi qəbul olunduğunu bildirib. COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarayi COP29 sədrliyinin 2 ilinin əhəmiyyətini nəticələrlə yadda qaldığını vurğulayıb. Onun sözlərinə görə COP29-da inkişaf etməkdə olan ölkələr üçün 300 milyard dollarlıq iqlim maliyyələşməsinin səfərbər olunması ilə bağlı qərarın qəbulu COP tarixində ən mühüm nailiyyətlərdən biridir. Nigar Arpadarayi qeyd edib ki, neft-qaz ölkəsi olmasına baxmayaraq, Azərbaycanın bərpa olunan enerji üzrə strategiyası və Prezident İlham Əliyevin həmrəylik çağırışları ölkəmizin mövqeyini daha da gücləndirib. O, həmçinin COP31-in Türkiyədə keçirilməsi üçün Azərbaycanın oynadığı vasitəçi rolu xüsusilə qeyd edib.
2 il idi ki artıq Azərbaycan COP29-a sədrlik edirdi. Bu rolu artıq yekunlaşdı, amma Azərbaycan bu prosesdə daima qalacaq. Çünki bu prosesin böyük bir parçasına çevrildi. Bizdə olan qərarlar çox önəmli qərarlar idi, hətta tarixi qərarlar idi. Və bugün biz bir daha səfirlərlə və Azərbaycanda olan akreditə olunmuş diplomatik agentliklərlə bir daha danışdıq və keçən bir prosesə baxdıq. Burada həm əməliyyatlar baxımından uğurlarımız, həmçinin danışıqların yekunları, həmçinin inklüziv bir prosesin qurulması baxımından bütün digər aktorların qoşulduğu bir prosesi biz müzakirə elədik. Və bildiyiniz kimi, yəni bu yaxınlarda elə biz komanda olaraq COP30-dan qayıtmışıq və COP30-un təşkilatçılığında da COP30-un belə deyim, həm danışıqlar prosesində, həm bu fəaliyyət gündəliyi ilə bağlı biz yaxından çalışdıq COP30 sədrliyi ilə və ona görə də bugün yenidən həmin o prosesləri dinləmək və müzakirə eləmək həm maraqlı, həm önəmli idi. Çünki Azərbaycanda olan səfirlərin bir daha COP prosesində olan o prosesin gedişatını bilməyi və suallarını verməyi, sualları cavablandırmağı bizim üçün önəmli idi. COP29 əməliyyat şirkətinin idarə heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova isə bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ili Yaşıl Dünya naminə həmrəylik ili elan etməsi COP29-a hazırlıq və icra prosesində əsas konseptual çərçivə rolunu oynayıb. O qeyd edib ki, beynəlxalq platformalarda Azərbaycanın yaşıl enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki prioritetlərinin ardıcıl təqdim olunması tərəfdaş ölkələrin və beynəlxalq qurumlarının etimadının qazanmasına imkan yaradıb. Qeyd edək ki, nəşrdə həmçinin Azərbaycanın COP29 sədrliyinin yekunları, ölkəmizin qlobal iqlim diplomatiyasına verdiyi töhfələr, o cümlədən qəbul olunmuş sənədlər və COP29 sədrliyinin fəaliyyət gündəliyi üzrə irəli sürülmüş təşəbbüslər, habelə COP üçlüyü formatında fəaliyyəti və COP30 çərçivəsində töhfələri barədə ətraflı məlumatlar təqdim olunub.